9-cu sinif buraxılış imtahanı hazırlaşan dəyərli abituriyentlərimiz bu videonu sona qədər izləyirsiniz. Bu video məhz sizlər üçündür. Çünki mən Elnur müəllim bu videoda sizlərə buraxılış imtahanında ən çox hansı mövzular düşəcək, onların adlarını bir-bir qeyd etmişəm. Siz də qeydiyyatınızı götürə bilərsiniz. 1. Sözün fonetik xüsusiyyətləri. Bax, fonetik xüsusiyyətlərdə mütləq bir sual varındır. 2. Frazoloji birləşmələr və yaxud da sinonim və antonimdən sualın ola bilər. 3. Sözün quruluşda növləri sualım var. 4. İsmin halları və yaxud da sifətin dərəcələri. 5. Feilin zamanları, bilusda təsriflənməyən formalardan da sualların ola bilər. 6. Ədəd və yaxud da bağlayıcı, onların amonimi xüsusiyyətinə diqqətli olacaqsan. 7. Sintaktik təhlilə baxacaqsan. 8. Xitab və yaxud ara sözdən sual düşə bilər. 9. Cümlənin şəxsə görə növləri və nəhayət 10. Əlavə və həmcinsdən də sizlərə sual təqdim edilə bilər. Bu qeyd etdiyim mövzulara mütləq imtahana qədər bir daha təkrarlarsınız ki, imtahanda yüksək nəticə əldə edə biləsiniz. Hər birinizə təşəkkür edirəm və imtahanda hər birinizə uğurlar arzu edirəm.